hesablayıram başım. Yazmamış. Aha. Gəlin hesablayaq. Deməli 4 oyunda 3-0 udub. Yəni 4 oyunda 3-0 udduğuna görə 12 xalı var. 4 oyuna. 10. Aha. 5 oyunda 3-1 udub. Yəni 5 oyunda da hər bir oyuna görə 3 xal qazanıb. Bu da elədi 15 xal da buradan götürüb. Düzdür? 12. Bakın müəllim, mən cavabı deyim. 36. İndi siz də hesablayın. Mən cavabı dedim. Gəl, Elimdə hesapladım. Belə birlikdə hesablayaq. Deməli 12 plus 15. 17 xalımız var bura qədər. Düzdürmü? Sonra deyir 3 oyunda 3-2 hesabı ilə qələbə qazanıb. Yəni 3 oyunda hər bir oyuna görə 2 xal qazanıb. Yəni 6 xal da buradan. 6. Aha. Neçə xalımız var idi? 12, 15. 27 plus 6. 30 neçə? 33. 33. Aha. İndi baxırıq ardına baxırıq. Qələbə qazan. Komanda 2 oyunda 3-0 məğlub olub. 1 oyunda 3-1. Yəni 0 xal. Aha, bunlara xal almamışıq. 3 oyunda 3 hesabı ilə məğlubiyyət. Aha. 3 oyunda hər birinə görə 1 xal buradan almışıq. Yəni 3-2 uduzmuşuq deyə 1 xal da buradan qazanmışıq. Hər oyuna görə 1 xal. Deməli 3 xal da buradan 33, bəli. Plus 3 36 xal. 36. Aha. Hamı başa düşdü bunu müəllimlər? Müəllim sertifikasiyada belə düşsəydi nə dərdiniz? Müəllim, bu hesablama hasant gəldi. Amma belə o bir hesablamalar bir dəfə amma biz elədik, Bülül müəllimlə hesablaya bilmədik. Aha, dairəvi sistemi yəqin ki çalışmışsınız müəllimlər. Dairəvi sistem belə bir sual var idi yəqin ki. Hə, o dairəvi sistemi hesablaya bilmədik, onu Dairəvi sistemdə belə deyək, gəlin onu da qısa olaraq deyim. Dairəvi sistemdə bir daha üstündən gedək. Dairəvi sistem deyərsə, komandanın sayına bax. Deyək ki, dairəvi sistem üzrə dairənin də lapdakı sayını yazıb. Deyək ki, 3 dəfə dövrə, 3 dövrə, düzdür? 3 dövrə üzrə deyir ki, 6 komanda arasında görüş keçirilib. Aha, 3 dövrə 6 komanda. Dairəvi sistem odur ki, müəllimlər, bütün dairədəki 6 komandanın hər biri ilə bir komanda, yəni deyək ki, A komandası digər komandaların hər biri ilə oynayacaq. Nəzərə alaq ki, o 6 komandanın biri mənəm də, düzdür? Mən özümlə oynamadığıma görə, yəni digərlərlə oynamalıyam da. Deməli 5 oyun keçirəcəm. Bir dövrədə -1 oyun. Yəni komandanın sayı neçədirsə, yəni 6-dırsa -1, yəni 5 oyun. 15 yazacaqsa -1, 14 oyun. Bir dövrədə -1 oyun keçirəcəm. Ümumi komandanın sayı göstəriləndən -1 oyun az. Düzdür, keçirəcəm. Və neçə dövrə deyirsə, həmin o tapdığım rəqəmi, deyək ki, 6 komanda açsa, bir dövrədə 5 oyun keçirəcəm və mənə deyir ki, 3 dövrə. Aha, mən də bax 5-i vururam 3-ə, bilirəm ki, cəmi oyunumun sayı 15-dir. Vəssalam, ona uyğun hesablamanı aparam. Bilirəm, cəmi oyunum 15-dir. İndi 15 oyunun neçəsini qalib gələcəm, neçəsindən məğlub olacaqsa, bunları hesablayıb, xal olacaqsa, xalı, yəni rahatsızlığını hesablaya biləcəm. -1 oyunu yadda saxlayın. Dairədə neçə komandası göstərilən saydan -1 oyun. Yəni cəmisi keçirəcəyim oyun bir dövrədə. Neçə dövrə deyəcəksə, dövrənin sayına vuracam. Ki, cəmi birinci olaraq cəmi keçirəcəyim oyunu tapım. aydın oldu bu müəllim. İçini oxuyum da. Əla. İçini oxuyum mən. Oxuyaq. Bəli. Voleybol oyununda A3, B0 bir komandanın məşqçisi maksimum neçə time-out götürə bilər? Müəllim, burada təbii ki 3 hissə olubsa, Fəxri müəllim, yəni hər hissədə 2 dəfə götürə bilərsə, 3-ü vururuq 2-yə 6. Bəli, Cavab yəni 6. hesab göstərir ki 3-0, cəmi 3 set oynanılıb da, düzdür? Bəli, bu 3 set oynanılıbsa 6 dənə time-out götürə bilər. Hesaba baxırıq. Əgər hesab 3-2 olmuş olsaydı, bir komandanı soruşsaydı 10 deyəcəkdik. Çünki yəni hər hissədə 2 time-out götürə bilər. Aha. 3. Voleybolda hissədə hesab A24, A komandası 24, B komandası 24. 24 olarsa qalib necə müəyyən olunur? Müəllim 26-ya qədər gedir, 2 xal üstünlük qazanan komanda. Bəli. B variantı. Bəli, 2 xal üstün qazanan qalib olur. 4. Voleybol oyununda neçənci hissədə texniki time-out verilmir? Müəllim, texniki time-out
Aha, əvvəlki qaydalara əsasən deyirdi. Əvvəlki qaydalara əsasən 5-ci hissədə texniki taymat verilmirdi. Yəni 5-ci hissədə taymat olmurdu. Əvəzinə komandalar 8 xala çatanda yer dəyişmə edirdilər. Amma müasir görüşlərdə artıq beynəlxalq yarışlarda ümumiyyətlə texniki taymatlar ləğv olunub. Əvvəl texniki taymatlar var idi və 1 dəqiqə ərzində keçirilirdi. 1 dəqiqə texniki taymat var idi. İndi artıq bunlar ləğv olunub. Başa düşdüm. 5. Voleybolda oyun qalibi sayılan komanda neçə set qalib gəlməlidir? Müəllim, minimum 3 set, maksimum 5 set. Yəni burada 3, minimum 3. Bəli, minimum 3 seti qalib gəlməliyik, doğrudur. 6. Voleybol meydan sahəsində antenlər arasındakı məsafə nə qədərdir? Müəllim, bu 9 metrdir. Bəli, Eyni qədər. meydan sahanın eni, bəli, 9 metr olduğuna görə deyirik ki, antenin arası məsafə 9 metr olmalıdır. Voleybolda hakimin bir əlində sarı, bir əlində qırmızı kart göstərməsi, siz bayaq dediniz bunu müəllim. Yəni bu oyundan kənarlaşdırılır. Bəli. Diskvalifikasiya olunur, oyunu tərk edir. Bəli. Bəli. Amma hər iki kart üstə qoyulub verilsəydi bir əldə nə olardı? Setdən kənarlaşdırılır müəllim. Bəli, bu set. Əgər müəllim sarı kart olarsa xəbərdarlıq olurdu, qırmızı kart olsa rəqibə bir xal verirdilər servis hüququ. Bəli, servis hüququ verilir. Həmin o vaxtı mənim oyunun uzaqlaşdırılmır, həmin oyunda iştirak eləmirdi həmin oyunçu. Qırmızı kart alarsa, Ya bir sarı bir qırmızı kart alarsa, hə, elə bir həmin vaxt Diskvalifikasiya neçə oyunluqdur? Bir oyunluqdur. bir oyunluq. Diskvalifikasiya. Bəli, diskalifiyə bir oyun, həmin oyundan kənarlaşdırılır. Bir əldə hissədən kənarlaşdırılır. Əgər ikisi üst-üstə veriləndə səhv eləmirəmsə Bəli. hissədən kənarlaşdırılır. Hissədən oldu, mən onu demək istəyirəm ki, sarı hissədən kart uzaqlaşdırılır. bəli, bəli. Üst-üstə qoyulub veriləcəksə hissədən kənarlaşdırılır. Həmin hissə oynaya bilməyəcək. Amma yox, ayrı-ayrı əldə göstərilirsə oyunçuya, oyundan ümumiyyətlə kənarlaşdırılır. Yəni bir də həmin oyunçu oyuna daxil ola bilməyəcək. Bəli. Aha. Bəli, bəli. 8-ci sual. Voleybolla bağlı uyğun fikir hansıdır? Yəni doğru fikir. A. Oyun başlanarkən komanda tərkibi protokolda maksimum 6 nəfərlik heyət göstərilən yeganə idman növüdür. Müəllim, Aha. elə doğrudan da voleybolda 6 nəfərlə olmasa oyuna başlaya bilmərik. 5 nəfər də olsa başlaya bilmərik. 6 nəfər olmalıdır. Baxaq digər variantlara da baxaq. Hələ diqqətli olun müəllim. Digər variantlara da baxın. Komanda tərkibi 6 nəfərdən az olarsa oyuna başlamaq olmaz. Aha. Müəllim, olmaz da yəni, olmaz. Aha, bəli, olmaz. Komandanın hər setdə 5 faul limiti var. Ay müəllim, 5 faul limiti şeydə deyildi, basketbolda. Aha, bəli. Futsalda da var. Qırmızı kart alan oyunçu 2 dəqiqəlik meydandan xaric edilir. Yox müəllim. Qırmızı kart alan burada axı yoxdur, handboldadır. Bəli. Bu olmaz. Bütün variantlar doğrudur, yox. Müəllim, onda burada belə çıxır. B variantıdır müəllim. A variantında Bəli, deyir bir ki, variant. Bir variant. Düz bir. Aç açdı deməli. A'da deyir ki, Açlaşdırdı. komanda protokolda 6 nəfər, maksimum 6 protokolda 6 nəfər göstərilmir axı və bunun ehtiyatı oyunçular hanı? Ayda 12 nəfər göstərilir, 6 nəfər də ehtiyat Bəli. müəllim, 8 nəfər. Bəli. Ayda gör çaşdırıb sual. Voleybol Deyil mi? idman oyunu neçənci ildə Olimpiya oyunlarının proqramına daxil edildi? Çox gözəl sualdır müəllim. Müəllim 1964. 64. 1964 64-cü ildə Bəli, bəli, Tokyoda 1964. keçirilən Olimpiya oyunları proqramına daxil olundu. 57-ci ildə təklif olundu. Yəni proqrama salındı. Amma rəsmi olaraq belə deyək, oynanıldı. Bəli, 64-cü ildə. Həm kişilər, həm qadınlar. Bəli, ikisi də. Voleybol oyun qaydaları ilə bağlı düzgün fikir hansıdır? Aha. Voleybolda top oyun meydançasının səthinə yaxud məhdudlaşdırıcı xəttə toxunarsa, top meydançada sayılmır. Müəllim axı sayılır. Xəttə düşəndə sayılır. Bəli, Sayılır. meydan xəttləri yəni oyun hesab olunur. Yəni meydan daxil hesab olunur. Bəli, meydançıya aid Və- deməkdir. Voleybolda hər bir komanda topu rəqib tərəfə keçirə bilmək üçün maksimum 5 toxunur. Ay müəllim, burada 4 toxunuş idi axı. Aha. Bəli. Bizə düzgün Yox, fikir lazımdır. Hə. Düşün, hə. Hər bir komandanın 5 əvəz etmə və 3 time-out hüququ var. Müəllim, bu da səhvdir. Aha. 6 əvəz etmə, 2 time-out. Aha.
Bəli. Libero arxa xəttin istənilən oyunçusunu əvəz edə bilər. Müəllim, Bəli. elə məncə bu doğrudur. Bəli. Bu düzdür. Libero yalnız ön xəttin oyunçusunu, ön xətt axı libero deyil. Bəli, libero Bəli. D variantı. D variantı düzdür. Bəli, müəllimlər. Libero yalnız arxa xətt oyunçularını əvəz eləyə bilər və liberonun əvəz etməsi ümumi oyunçu əvəz etməmiz siyahısına daxil deyil. Yəni əvəz etməmizi məhdudlaşdırmır. İstənilən qədər libero oyunçusunu dəyişə bilər arxa xətt oyunçularını. Əla.